Siz abituriyentlər, bugün sizlərə kanalda paylaşdığım blok tipli sual nümunəsinin izahını verəcəm. İlk öncə gördüyünüz kimi bizə qab verib, içərisində 5 mol karbon qazı var. Bir nömrəli ox ilə göstərilib ki, buradan x mol karbon qazı çıxarılıb. İkinci ox ilə göstərilib ki, qaba y mol dəm qazı əlavə edilib. İndi şərt oxuyaq. Deyir, içərisində 5 mol karbon qazı olan qabda əvvəlcə birinci proses, sonra isə ikinci proses yekunlaşır. Əmələ gələn qarışıqda oksigen atomlarının sayı 10 mol, qarışığın orta molar kütləsi isə 32 qram mol olmuşdur. X plus Y cəmini hesablayın. İlk öncə bizim birinci prosesi həyata keçirdikdə qaz qarışığımızda əvvəlcə 5 mol qaz var, karbon qazı. Birinci prosesdə x mol karbon qazı buradan çıxarılır. Yəni, o zaman mənim əlimdə 5 minus x mol qalır karbon qazım. İkinci prosesdə isə mənə deyir ki, qarışığa y mol dəm qazı əlavə edilir. Deməli, onda mənim qarışığım 5 minus x mol olur karbon qazı. Bir də əlavə edilmiş y mol dəm qazından ibarət. Mənə qeyd edir ki, bu proseslər yekunlaşdıqdan sonra qarışıqda olan oksigenlərin mol sayı 10'dur. Burada nə qədər oksigen var? Deməli, 5 minus x molu 2'yə vuracam. 5 minus x vurulsun 2. Üzərinə gələcəm, y-i vuracam. Dəm qazında bir oksigen olduğuna qədər y bərabərdir 10. Buradan y bərabərdir 2x qiymətini almış olacağıq. Bu hissədə dayansın. Sonra isə mənə deyir ki, qaz qarışığının orta molar kütləsi 32'dir. Mən bilirəm ki, mənim qaz qarışığım dəm qazı və karbon qazından ibarətdir. Qaz qarışığı bir məhlul olduğuna görə bunu xat üsulu ilə istifadə eləsəm 32, bunun kütləsi 44, bu 28. 32'dən 28 çıxdıqda 4, 44'dən 32 çıxdıqda 12. 4 ilə 12'yi ixtisar aparsam, deməli 3 hissə dəm qazından götürülüb, 1 hissə karbon qazından götürülüb. Bu zamanda mənim əlimdəki qazların molları miqdarı nə qədərdir? Buradan fikir versəz, 5 minus x qədər karbon qazı var. Y molda nə var? Dəm qazı var. Burada karbon qazının miqdarı neçədir? 1. Burada dəm qazının miqdarı neçədir? 3. Nisbəti bir-birinə bərabər etdikdə buradan x bərabərdir 3 qiymətini alıram. X 3'dürsə, gətirib burada yerinə qoyduqda y-i 6 alıram. Məndən isə x, y cəmini istəyir. 6 plus 3 bərabər 9. Cavab A variantı qəbul tiplidir. Belə bir sualı qəbulda rastlaşa bilərsiniz.